Yəni bu mədə balonu deyirik. Bu doğrudan da balon formasındadır, yoxsa bir şar formasındadır? Bu mədəyə necə yerləşdirilir? Bu barədə istərdim məlumat verəsiniz. Prosedur çox sadədir. Təxminən prosedurun müddəti, başlama bitmə müddəti 10-15 dəqiqəlik bir vaxt zaman alır. Prosedurdan əvvəl xəstələrə 12 saatlıq bir aclıq periodu istərik. Səhər saatlarında ac qarnına klinikaya yaxınlaşır. Prosedur öncəsində müəyyən hazırlıqlar başlanılır və az öncə dediyimiz kimi sedasiya vəziyyəti, yəni yüngül yuxu vəziyyəti yaradılır. Bundan sonra xəstənin gastroskop yardımı ilə mədəsinə baxılır və mədədə ən geniş yeri dediyimiz fundus dediyimiz ən geniş yeri fundusdur. Oraya hər xəstədə fərqli olaraqdan ölçüsünə uyğun olaraq 400 millidən 700 milliyə qədər şişirilə bilən mədə balonları yerləşdirilir. Deməli, xəstəyə uyğun olaraq, individual olaraq onun həcmi də seçilir. Bəli. Yəni 400 və yaxud da 700. 400 və ya 700 milli olaraqdan yerləşdirilir. Ondan sonra xəstənin artıq ayılma prosesi, 1-2 dəqiqəlik ayılma prosesi, ardından 1-2 saatlıq hər ehtimala qarşı bir gözləm altında saxlanılır. Daha sonrasında isə evə yazılır. Nə gözəl.